Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugün Zurab müəllimlə beraberik. Bu zal, sportsal Zurab müəllimində. Allah canını sağ eləsin. Kendimizin xüsusilə gənclərinə 24 saat fırsat tanıyır, imkan verir ki, gəlsinlər, məşq eləsinlər, boş-boş yollarda vaxt keçirməsinlər, pis vərdişlərə düşməsinlər. Biz de təbii ki, Zurabla tay-tuş sayılırıq. Uşaqlığımız, gəncliyimiz bir yerdə keçib. Bir yerdə çox məşq eləmişik. Mən də vaxtım olanda gəlib müəllimin sport salonunda məşq edirəm və faydalanıram. Bu dini mətləblərdən də çox doğrudur. Müsəlmanın məşq eləməsi, müsəlmanın güclü olması, sağlığına fikir verməsi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, güclü müsəlman zəif müsəlmandan xeyirlidir. Hər ikisində də xeyir var. Yəni həm iman baxımından, həm fiziki güclü müsəlman, həm iman baxımından güclü olan və fiziki zəifdən daha xeyirlidir. Ona görə biz həm elmi, həm iman tərəfdən kamilliyə doğru çalışmamızla bərabər fiziki olaraq da sağlığımıza fikir verməliyik. Müəllim, gənclərimizə nə tövsiyə edərdim müəllim kimi, sportsmen kimi? Çox sağ ol, Esam qardaş, təşəkkür edirəm. Gənclərimizə əlbəttə ki, əsas məsləhətim odur ki, nə qədər gəncdirlər, gəncliklərinin qədrini bilsinlər və pis vərdişlərdən, küçələrdə durmaqdan, bircalarda durmaqdansa gəlsinlər, vaxtlarını səmərəli idmanla keçsinlər, sağlam olsunlar, görkəmli olsunlar və əsasdakı imanlı olsunlar. İdman zalımız bütün günü açıqdır, həftənin bütün günləri işləyir, təmənnasız olaraq gəlir uşaqlar. Yaxşı olar ki, idmanla məşğul olsunlar, başqa pis vərdişlərdən uzaq dursunlar. Demək ki, ikimizin üzərimizə də öhdəlik düşür. Mənəvi və fiziki. Bəli, biz hazırıq. Selamun Aleyküm.